Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu gün də qısa bir mövzuda sizin xidmətinizdəyəm. Bugünkü mövzumuz insanın özünü sevməsidir. İnsanın özünə dəyər verməsidir. Allah insanı yaradıb, insana dəyər verib və insanı öz sevgisindən yaradıb. Bizlər Allahın sevgisinin təzahürüyük. Allah bizi sevdiyindən yaradıb, öz rəhmətindən yaradıb. Bizlər öz dəyərimizi bilməliyik, öz qədrimizi bilməliyik. Həzrət Əli əleyhissalam bir hədisində buyurur ki, alim o insandır ki, öz qədrini bilsin və cahil olmaq üçün bu kifayətdir ki, öz qədrini bilməsin. Öz qədrini bilən insan alim insandır, öz qədrini bilməyən insan cahil insandır. Allah Quranda buyurur, Əleykum ənfusəkum. Sizə özünüzü tapşırıram, özünüzdən müğayət olun, özünüzü sevin, qədrinizi bilin. Özünüzdən müğayət olun. İnsan özünü sevməlidir, öz dəyərin, qiymətin bilməlidir. Allah bizə baxın dəyər verir, qiymət verir və bizə hökmlər göndərir. Bizə dəyər, qiymət verir, bizə hökmlər göndərir. Mübarək Ramazan ayın bizə vacib eləyir ki, biz öz dəyərimizi, qiymətimizi bilək. Biz başa düşək ki, təkcə biz maddi tərəfdən ibarət deyilik. Təkcə bu bədəndən ibarət deyilik. Bizim bir də ruh tərəfimiz var, mənəvi tərəfimiz var. Biz əzəmətli ruhun daşıyıcısıyıq və bizim həqiqətimizi təşkil eləyən həmin o ruhumuzdur. Biz ondan müğayət olmalıyıq. Biz onu sevməliyik. Gözümüz kimi qorumalıyıq. Öz ruhumuzu, öz mənəvi aləmimizi, öz halımızı, əhvalımızı qoruyub saxlamalıyıq. Özümüzü günahlardan qorumaqla özümüzdən müğayət ola bilərik. Mübarək Ramazan ayı buna xidmət eləyir ki, insanın öz dəyərin özünə başa salsın. Biz öz dəyərimizi başa düşək, öz qiymətimizi başa düşək. Əvvəla bilək ki, Allah bizə nə qədər dəyər verir, nə qədər önəm verir. Bunu başa düşək. Sonra Allahın dəyər verdiyi bu bədəni, bu canı, bu ruhu özümüz qoruyaq və əməllərimizlə özümüzdən müğayət olaq. Özümüzü əzabdan qurtaraq, özümüzü xoşbəxtlərin zərcəsinə qoşaq, özümüzü Allahın nemət verdiyi şəxslərin zərcəsinə qoşaq. Allahın nemət verdiyi şəxslər, Quran buyurur Nisa surəsi 69-cu ayədə, peyğəmbərlərdir, şəhidlərdir, siddiqlərdir, salihlərdir. Və həsunə ulaikə rəfiqa, Quran buyurur, onlar necə də gözəl yoldaşlardır. Özümüzü qurtaraq və özümüzü həmin o nemət verilən şəxslərin, xoşbəxtlərin zərcəsinə qoşaq. Özümüzdən müğayət olaq. Əleykum ənfusəkum, özünüzdən müğayət olun, sizə özünüzü tapşırıram. Allah öz dəyərimizi, qiymətimizi bilməyi bizə nəsib eləsin. Biz öz dəyər qiymətimizi bilək, öz dəyər qiymətimizi bilsək, mübarək Ramazan ayına sarılarıq, ibadətlərə sarılarıq və ibadətləri dərdimizin dərmanı bilərik. Allah bizləri özünü sevib, özünə dəyər verən bəndələrdən qərar versin və bizləri Allahın nemət verdiyi şəxslərin yoluna qoşulmaqda hər birimizi müvəffəq eləsin. Bugünkü söhbətimizdə bu qədər. Sağ olun, salamat qalın.